Mingəçevir dənizi. Buradan yuxarı Qarabağ kanalı vasitəsilə Muğanın, Nilin və Qarabağın əsrlərlə susuz qalmış çöllərinə həyat veriləcəkdir. May ayının 29'unda kanalın birinci növbəsinin işə salınmasına həsr olunmuş təntənəli mitingi Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci muavini Abdullayev yoldaş açdı. Respublikanın Su Təsərrüfatı Naziri Əbdülrəhimov və SSR Kənd Təsərrüfatı Nazirinin muavini Rəsulov yoldaşlar kanalın açılışı münasibəti ilə Azərbaycan kolxozçularını təbrik etdilər. Adlı sanlı pambıq ustası Gilas Verdiyeva və qabaqçıl ekskavatorçu Müslüm Abuzərov bu böyük qayğı üçün doğma Komünist Partiyasına və Sovet hükümətinə təşəkkür etdilər. Şair Səməd Vurğun dedi, qoy bu kanalın suları düzənlikləri məhsuldar ölkəyə, həmişə bahar ölkəsinə çevirsin. Kanalın suyu 10.000 hektarlarla quru torpağa can verəcək, pambıq, taxıl və yem bitkilərinin məhsuldarlığını daha da artıracaqdır.